İstəyirəm ilk olaraq təqdim edim. Ey gözəl afət dedi, adını qızıl qələmlə qızıl dəftərə yazdırdı və könüllərə taxt qurdu. Nəinki ey gözəl afət mahnısıyla, sarışınım ifasıyla, şirin diyarım ifasıyla əsrarəngiz mahnılar ərsə gətirdi. Hansı ki, biz o mahnıları illərlə elə bildik ki, xalq mahnısıdır. Xeyr, o bir Asif İsaoğlu yaradıcılığının məhsulları idi. Böyük məmnuniyyət hissi ilə hər zaman mənəviyyatına, xarakterinə böyük sevgi və rəğbət bəslədiyim o dəyərli insan gələcək, öz eksklüziv 2 yeni ifasını məhz bu sabahda bizə özəl dedi ki, Günay, mən gələcəm, sənin efirində səsləndirəcəm, çünki uğurlu və düşərli efirdir. Ona görə də buna görə, bu etimada görə sonsuz təşəkkür edirəm. Asif İsaoğlu'nun eksklüziv ifaları gəlir, xoş gəlir, səfa gətirir Asif mənim, xoş gəlmişsiniz. Dupdurudu soyuq bulaq kanadına meşəyə bax, Nüşabənin qalası var, tər-tər çayım coşub daşar. Dupdurudu soyuq bulaq kanadına meşəyə bax, Nüşabənin qalası var, tər-tər çayım coşub daşar. Ana yurdum əziz bərdə, oyatmışam bu şəhərdə, gül çiçəli küçələrdə, gözəl bərdəm. Ana yurdum əziz bərdə, oyatmışam bu şəhərdə, gül çiçəli küçələrdə, gözəl bərdəm, gözəl bərdəm, gözəl bərdəm. Oyatmışam bu şəhərdə, gözəl bərdəm, gözəl bərdəm, gözəl bərdəm. Oyatmışam bu şəhərdə, gözəl bərdəm. Qədim Bərdə var türbəsi, valeh edir Kür meşəsi, həm gündüzü, həm gecəsi, eşidilir azan səsi. Qədim Bərdə var türbəsi, valeh edir Kür meşəsi, həm gündüzü, həm gecəsi, eşidilir azan səsi. Ana yurdum əziz Bərdə, boyatmışam bu şəhərdə, gül çiçəli küçələrdə, gözəl Bərdə. Ana yurdum əziz Bərdə, boyatmışam bu şəhərdə, gül çiçəli küçələrdə, gözəl Bərdəm, gözəl Bərdəm, gözəl Bərdəm. Boyatmışam bu şəhərdə, gözəl Bərdəm, gözəl Bərdəm, gözəl Bərdəm. Boyatmışam bu şəhərdə, gözəl Bərdəm. Gözəl Bərdəm, gözəl Bərdəm. Oyatmışam bu şəhərdə, gözəl Bərdəm, gözəl Bərdəm, gözəl Bərdəm. Oyatmışam bu şəhərdə, gözəl Bərdəm, gözəl Bərdəm, gözəl Bərdəm. Oyatmışam bu şəhərdə, gözəl Bərdəm, gözəl Bərdəm, gözəl Bərdəm. Oyatmışam bu şəhərdə, gözəl Bərdəm. Salamladıq izləyicilərimizi. Mən də salamlayıram. Bütün xalqımızın sabahları xeyir olsun. Bütün bizi izləyən izləyicilərimizin, tamaşaçıları salamlayıram. Sizi salamlayıram. Dünya boyda qəlbi olan Dünya TV kollektivini salamlayıram. Başda rəhbərlik olmaqla.
hamınıza xoş gün arzulayıram hər kəsə. Təşəkkür edirəm Asif müəllim. Nə gözəl bir mahnı ərsəyə Çox gətirmisiniz. gözəl mahnıdır. Bütün İstəyirəm o bərdəliləri salamlayırıq. Çox gözəl bir ifa. deməli bu mahnının təşəbbüskarı bizim Bərdəmizin fəxri igid oğlu, belə qeyrətli oğlu Ramin İmanovun təşəbbüsünə və sözləri də Ramin İmanova musiqisi aiddir. də Musiqisi sözləridir. Elşən Abbasova aiddir. Elşən Abbasov. Elşən qardaşımız özü əslində musiqiçi deyil, sadəcə olaraq o qədər gözəl mahnılar yazır. Bundan sonra bir lirik mahnısını da ifadə edəcəm və bu mahnını mənə təqdim edən bizim əziz dostumuz faytonçu Nazim, ona həvalə olmuşdu bu mahnı əslində və o mənə dedi ki, sən Bərdəlisən, ona görə istəyirəm bu mahnını, ad günümdə bu mahnını mənə təqdim elədi. Təşəkkür edirəm ona və çox sağ olsun Ramin İmanov bizim əziz dostumuz, qardaşımız, Bərdəmizin fəxridir. Onun təşəbbüsünə və sözlərində o yazıb. Musiqisi isə Elşən Abbasov çox gözəl insan, gözəl musiqisi duyumlu insan. Çox gözəl hər bir şey, yəni. Əlbəttə sözlər, əslən amma Elşən qardaşımız Qazaxlıdır, amma Bərdən o qədər Qazağım deyirəm axı, istedadı hiss olunur. Hələ o biri mahnı, yəni qulaq asasız gör o necədir gözəl. Elşən qardaşımız çox gözəl bəstələri var. Güzarlığı əsasında bəli, Elşən bəyin bəstəsidir. Bu mahnının sözləri isə Ramin İmanova aiddir. Allah Buradan eləsin. salamlayıram və təşəkkür edirəm. Buyurun əyləşin Asif müəllim. Çox sağ olun. Siz də sağ olun ki, şərait yaratmısınız. Biz onu təqdim edirik. Təşəkkür edirəm. Əlbəttə borcumuzdur. Yerlimə də bu arada salamlanmaq. Çox gözəl. Elşən oradan çox gözəl musiqilər var. İndi eşidəsiniz bundan sonraki o lirik mahnıda. Mən də müraciət edərəm. Əslində mən bu hər iki insanı qiyabı tanıyıram. Mənim Nazim qardaşım Heç vaxt üz-üzə gəlməmişik, amma Nazim qardaşımızın vasitəsilə Nazim çox sağ olsun. O qədər böyük ürəyə sahibdir ki, yəni bir müğənni başqa müğənniyə nəsə bir yaxşı Nazimlə biz 40 ildir, yəni dostluq edirik. Yəni o belə cavab görür ki, mənə təqdim olun, ancaq mən səni görürəm burada bu mahnıda. Ona görə də çox əla, çox gözəl ürəkdir. Yəni həqiqətən əla alın. Babun söz xatirinə. Çox gözəl mahnıdır. Ola bilsin Bərdəli sizdə daha da belə ürəklə ifa eləmisiniz. Çünki Bərdə haqqında çox mahnılar mənə təqdim olmuşdu. Xoşum gəlmirdi heç birisindən. Sözün açığı o qədər mahnı təqdim olmuşdu. Amma bu mahnı nəsə gördüm ki, musiqi yerində, sözlər yerində, yəni o kanta deyirlər. Elə bir ki, bəstəkar elə bir professional bəstəkar yazmış kimi gəldi mənə. Amma Elşən qardaşım tamam başqa sahənin adamıdır, Ramin qardaşımız da tamam başqa sahənin adamlardılar. Amma musiqi, söz çox gözəl, yəni alqışlayıram, alqışlayırıq, biz də uğurlar arzu edirik. Suallarım olacaq, çünki özünüz də gözəl bəstəkarsınız. O arada olur, bəstəkar mahnı düzüb qoşuram. Mənə maraqlıdır ki, niyə bugünə qədər özünüz Bərdəyə o sualı verəcəm birazdan. Sizə müraciət eləməmisiniz. Çünki yerində bir sualdır. Amma istəyirəm ki,